Son günlər ölkədə ət məhsullarının qiymətlərində nəzərə çarpan artım müşahidə olunur. Əvvəl 1 kiloqramı 22-23 manata satılan quzu ətinin qiyməti 10 manat, mal ətinin qiyməti isə orta hesabla 2-3 manat yüksəlib. Rəsmi məlumatlara əsasən ötən il Azərbaycana xaricdən gətirilən ətin həcmi əvvəlki ilə müqayisədə 41% artıb. Ekspertlər hesab edirlər ki, qiymət artımına təsir göstərən əsas amillərdən biri də idxalın sürətlə genişlənməsi və bunun yerli bazarda balansı dəyişdirməsidir. Qiymət artımının vətəndaşlara təsirini öyrənmək üçün paytaxt sakinlərindən soruşduq. Ət məhsullarına olan ehtiyacınızı qarşılaya bilirsiniz? 2 həftə qabaq. Tez-tez yeyirsiniz? Düşəndə, hə? Bəs qiymətlər sizi qane eləyir? Yox, xeyr. Niyə görə? Bağçılıqdır. 20 manat ət olar. Dünən kotlet yemişəm. Ümumiyyətlə belə qiymətlərindən razısınız ətin? Yox. Qiymətlər qalxır, amma maaşlar heç qalxmır. Yəni qane eləmirsiniz? Yox, əlbəttə. Tək məni yox, çox adam. Prosta çox adam sözünü açıq deyə bilmir. Amma nə vaxta qədər susacaqlar bilmirəm. Buna bir əncam çəkmək lazımdır. Yəni həqiqətən bunlar elə-belə sözlər deyil. Biraz ağıllı olsunlar. Kimlərə aid də ağıllı olsunlar həqiqətən. Bu günləri gün orta çağı. Tez-tez yeyirsiniz? Düşəndə tez-tez yeyirəm, lap xaşla yeyirəm. Elə bu dəqiqə xaşla yeyib durub gəlib oturmuşam burada. Bəs qiymətlər sizi qane eləyir? Valla deyir, ataların bir sözü var. Palaza bürün, ellə sürün. Hamı nətər bizdə elə. Dünən gecə. Ümumiyyətlə tez-tez yeyirsiniz? Ha. Qiymətlər sizi qane eləyir? Anam alır. Yadıma düşmür. Yəni belə görürəm tez-tez yemirsiniz? Yox, tez-tez yemirəm. Bəs qiymətlərdən necə razısınız? Qiymətlərdən yox, razı deyiləm. Hər şey bahadır, idmanla məşğulam, heç bir şey ala bilmirəm. 20 gün olar, tez-tez yemirəm. Niyə görə? Çatdırmaq olmur axı, elə hər dəfə ət yemək. Amma yəni ayda 2 dəfə falan almaq olar. Və bu sizi qane eləyir? Xeyr. İstəyərdik alaq, əlbəttə ki, mənim 4 övladım var, istəyərəm alım, amma yəni hər dəfə çatdırmaq olmur. Hər gün ət. Ət bu gün. Ümumiyyətlə tez-tez yeyirsiniz? Hayır. Bəli. Qiymətlər sizi qane eləyir? Valla qiymətlərə baxmıram, yəni atamgil baxır qiymətlərə, amma alırıq tez-tez. Bizim evdə ət həmişə olur bəli. Siz necə? Bizdə də həmişə olur. Atam diqqət eləyir ətli yeməyimizə, çünki içində zülal var. Və zülal bizim bilirik ki, bioloji oxuyuruq, kimya bioloji oxuyuruq və bilirik ki, zülal bizim orqanizm üçün çox vacib olan maddələrdən biridir. Bəs qiymətlər ailəvizi sizi qane eləyir? Yəni qane eləyir, yəni kimin büdcəsi nəyə qədər baxırsa ona görə. Ümumiyyətlə mən tez-tez ət xoşlamıram, amma olur. 10 gündən bir belə alıram ət. Ümumən belə qiymətlərdə razı deyil. Razı deyiləm. Qiymətlər çox bahadır. Alınan maaşa, pensiyaya uyğun deyil. Bu bazar iqtisadiyyatı uyğun deyil. Yadımdan çıxıb. Elə hər gün ət yeyirəm. Tez-tez yeyirsiniz? Hə. Bəs qiymətlər sizi qane eləyir? Qiymətlərdən yox, rayondan gəlir ət bizə çünki. Evdəkilər göndərir, ona görə heç bilmirəm neçə manatdır açığı. Yox, evdə bizdə çox ət yeyən deyilik də, yəni ümumiyyətlə balıq və toyuğa daha çox üstünlük veririk. Balıq əsas bizdə çox olur. Balığın qiyməti bahadır, məsələn, ondan danışa bilərəm sizə. Amma belə ətin yox, heç şikayət edən və ya danışan eşitməmişəm. Tələbə, yəni evdəkilər balıqlar bizə verirlər. Onlar yəqin ki, razı olmazlar qiymətlərdən. Yəni bahalıdır. Şumal dönüm bir yağ yemişəm. Tez-tez yeyirsinizmi? Yox. Oğlum ət yemədiyinə görə mən də az-az yeyirəm. Bəs belə qiymətlər sizi qane eləyir? Xeyr, qiymətlər qane eləmir. Çox bahadır. Həmişə alırdım 18 manata deyəsən, indi 22 manatadır yumşaq əti. Yox, qane eləmir balam. Bəs siz necə xalacaq? Mən də elə o kimi. Qiymətlərdən razısınız? Yox, xeyr. Qiymətlərdən heç razı deyirik. Ona görə ki, bu yaşayışdır. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Şərq TV-yə açıqlamasında ət məhsullarının qiymətində yenidən artımlar olacağını bildirdi. Birincisi bizim adam başına 78 kilogram olduğu halda daxili istehsal hesabına 32 kilogram normadan 2 dəfədən də az ət istehsal edirik. Yəni bu da deməkdir ki,
ət çatışmazlığı var, defisit var və defisit olduğu üçün də ətin qiyməti yüksək olaraq qalır. İndi ətin qiymətini yüksək edən hansı səbəblər var? Bax, burada ot çatışmazlığıdır, yem çatışmazlığıdır və biz görürük ki, ətin qiyməti Azərbaycanda yüksək olduğu halda belə kəndlilərimiz heyvan saxlamaq istəmirlər. Bəziləri dar düşüncəli ekspertlər var. Onlar deyir ki, ümumiyyətlə Azərbaycanda çoban olmaq istəmirlər, nə bilim heyvandarlıqla məşğul olmaq istəmirlər. Dar düşüncəli deputatlar var ki, onlar da deyir ki, ümumiyyətlə bizim kəndlilər heyvanlarını satır və deməli avtomobil əldə edirlər. Anlamırlar ki, kəndli əgər biznesini satırsa və yaxud da heyvanlarını satırsa, deməli o məcburiyyət qarşısında qalıb satır. Biz nə edə bilərik? Əgər Kənd Təsərrüfatı Nazirliyində qeyri-peşəkar əyləşibsə, onun müavinləri qeyri-peşəkardırsa, heç biri nə bitkiçilik üzrə, nə heyvandarlıq üzrə mütəxəssis deyilsə, yəni deməli Azərbaycanda hələ ətin qiyməti artacaq, hələ bundan sonra da bu sahədə məhsuldarlıq aşağı düşəcək, məhsul istehsalı azalacaq. Ona görə də hələ bizi qarşıda çətin günlər gözləyir. Yəni ətin qiyməti arta-arta gedəcək. Aybəniz Səfərova, Yusif Sultanoğlu, Şərq TV.